Deməli, danışaq tamamlıqdan. Tamamlıq. Deməli, tamamlıq sualların birinci yazacağım. Tamamlığın sualları kimə, nəyə? Sonra kimi, nəyi və haranı? Kimdə, nədə? Kimdən, nədən? Kim üçün, nə üçün? Kim haqda, nə haqda? Kim barədə, nə barədə? Bu oldu tamamlığın ümumi sualları. Yəni tamamlıq bu formada suallara cavab verəcək. Nəzərdə saxlayın ki, tamamlıq bir xəbərlə əlaqəyə girə bilir. Bir də tamamlıq əlaqəyə girə bilir nə ilə? Təyinlə əlaqəyə girə bilir. Təyinlə əlaqəyə girəndə əsas tərəf olacaq, xəbərlə əlaqəyə girəndə aslı tərəf olacaq. Məsəl üçün, deyirəm ki, dərslərimi yazdım. Nə etdim? Yazdım. Nəyi? Dərslərimi. Yadınızda saxlayın ki, tamamlıq obyekt bildirir əsas etibarilə. Əsas etibarilə tamamlıq obyekt bildirir. Və təyindən ifadə olunanda təyin tamamlığı ifadə edir. İfadə edir deməyək, təyin tamamlığı təyin edir, izah edir. Məsəl üçün, deyirəm ki, maraqlı kitabları xoşlayır. Nə edir xoşlayır? Nəyi xoşlayır kitabları? Necə, nə cür, hansı kitabları? Maraqlı kitabları. Burada tamamlıq sintaktik əlaqədə əsas tərəfdir. Burada isə tamamlıq aslı tərəfdir. Xəbərdən aslıdır. Nəzərdə saxlayın. Tamamlıq bölünür iki yerə. Birincisi vasitəsiz, vasitəli, ikinci vasitəsiz. Vasitəsiz tamamlıq özü bölünür iki yerə. Birincisi müəyyən vasitəsiz tamamlıq, ikincisi qeyri-müəyyən vasitəsiz tamamlıq. Qeyri-müəyyən vasitəsiz tamamlıq. Bu formada yadınızda saxlayın. Deməli, vasitəli tamamlıq təsirli halın sualından başqa, bax bu 3 sualdan başqa yerdə qalan bütün suallara cavab verən tamamlıqlardır. Məsəl üçün, deyirəm ki, dostumla gəzirik. Nə edirik? Gəzirik kimi ilə? Dostum ilə. Qoşmalı sözdür bu, vasitəli tamamlıqdır. Sonra deyirəm ki, məktuba yaz. Nə et? Yaz. Nəyə yaz? Bax, hara yaz demirik ya. Nəyə yaz? Məktub obyektdir burada. Kiçik bir hissəcikdir. Məktuba. Burada artıq olacaq vasitəli tamamlıq. Vasitəsiz tamamlıq isə artıq təsirli hallı. Təsirli hallı sözlərlə ifadə olunan tamamlıqdır. Məsəl üçün, atasını çağır. Nə et? Çağır. Kimi? Atasını. İfadə vasitələrindən danışaq. İfadə vasitələri. Deməli, tamamlığın ifadə vasitələrindən birinci sadə tamamlığın ifadə vasitələrindən danışaq. Ümumiləşdirək tamamlıq, quruluşca. Yəni, deməli, nitq hissələrlə və frazoloji birləşmə ilə ifadə olunanlardan danışıq biz indi. Deməli, başlayaq. Tamamlığın ifadə vasitələri. Birinci isimlə ifadə oluna bilər tamamlıq, yenə də digərlərində olduğu kimi. Məsəl üçün,
uşaqlar, deməli, daşı atdılar. Nə etdilər, atdılar? Kim uşaqlar? Nəyi? Daşı. İsimlə ifadə olundu. Sifətlə ifadə oluna bilər. Sifət bu halda isimləşəcək mütləq şəkildə. Qocaları səslə. Nə et səslə? Kimi? Qocaları. Üçüncü, sayla ifadə olunacaq. Yenə də isimləşməlidir. Beşincilərə de. Nə et? De. Kimə? Beşincilərə. Sonra əvəzliklə ifadə olunacaq. Hamını topla. Nə et? Topla. Kimi? Hamını. Sonra zərflə ifadə oluna biləcək. Deyək ki, aşağılara su, aşağılara heç haraya sualına cavab verir? Aşağıları ına. Aşağıları belə deyək, təmizlə. Nə et təmizlə? Haranı, aşağıları. Vacib nüans odur ki, tamamlıq haranı sualına cavab verə bilir. Amma zərfliyin haranı sualı yoxdur. İsim, sifət, say, əvəzlik, məstər, seyr etdim. Nə etdim? Seyr etdim. Nəyi? Yazmağını. Sonra feili sifətlə oxuduqlarıma qiymət verildi. Nə edildi? Verildi. Nə verildi? Qiymət. Nəyə qiymət verildi? Oxuduqlarıma. Sonra nə ilə ifadə oluna bilər? Qoşmalı söz. Söz birləşməsi də ola bilər. Bunu da ayrıca yazarıq. Qoşmalı söz. Məsəl üçün, deyək ki, qardaşım haqda danışdım. Nə etdim? Danışdım kim haqda? Qardaşım haqda. Bu da olacaq tamamlığın, sadə tamamlıqların ifadə vasitəsi. Yerdə qaldı mürəkkəb tamamlığın ifadə vasitəsi. Mürəkkəb tamamlıq və tamamlığın ifadə vasitəsi. Deməli, nə ilə ifadə oluna bilər? Söz birləşmələri ilə ifadə olunacaq və yaxud da ki, mürəkkəb adlarla ifadə olunacaq. Frazeoloji birləşmə yazdım, yazmadım. Bunu da yazdım. Frazeoloji birləşmələrlə. Məsəl üçün, deyirəm ki, deyək ki, qulaq asmağına söz yoxdur. Yoxdur, nə yoxdur? Söz yoxdur. Nəyə? Qulaq asmağına. Burada da frazeoloji birləşmələr. İndi qayıda bilərik bura. Söz birləşmələri ilə mürəkkəb adlarla ifadə olunan mürəkkəb tamamlıqlar. Deməli, birinci yazaq, ismi birləşmələrini ümumiləşdirək. İsmi birləşmə ilə ifadə olunanlar. Məsəl üçün, deyə bilərik burada maşın bazarına gəzdik. Nə etdik? Gəzdik. Haranı? Maşın bazarına. Maşın bazarına. Tamamlıq. Bu et. Sonra deyə bilərik ki, mənim pulumu aldı. Nə etdi? Aldı. Nəyi? Mənim pulumu. İkinci, feili birləşmələrlə, bunlar tərkiblər arasında ola bilər. Məsəl üçün, məstər tərkibi ilə birləşmələrlə ifadə olunan tamamlıqlardan danışırıq. Tamamlıq. Feili sifət məstərdən yazacaq bura. Maraqla dərs
oxumağı hər kəs bəyənir. Nedir bəyənir? Kim hər kəs nəyi maraqla dərs oxumağını? İmtahanda yüksək nəticə toplayanlara təşəkkür edildi. Təşəkkür edirdi. Kimə? İmtahanda yüksək nəticə toplayanlara. Bu da oldu feili sifət tərkibi ilə ifadə olunan feilli birləşmələr. Bir də var, ümumi söz birləşməsi ilə qoşmalı söz, söz birləşməsi olur. Yəni, qoşmalı söz birləşməsi ilə ifadə olunan mürəkkəb tamamlıq olur. Məsəl üçün, deyirəm ki, atamın dostları ilə görüşdük. Nə etdik? Görüşdük. Kimi ilə? Kimləri ilə? Atamın dostları ilə. Bu da oldu mürəkkəb tamamlıq. Burada dayandıraq artıq.